Herkese salam. Əyləncə Toplumun kanalına xoş gəlmisiniz. Bu səfər videoma mən tək başlayıram. Bilirsiniz ki, bu günləri 8 noyabrdır. Yəni ki, Zəfər gündür. İndi biz Heydər Parkına gedirik. Nə üçün? Orada konsert olacaq. Bacım falan da orada olacaq, amma onlar nənəmlə başqa yerdən gediblər ora. Mən anamla çıxdım. Yəni ki, heç kim, anamdan başqa heç kim yanında yoxdur. Yəni qışqıraraq başlamadıq videomuza. İndi isə gedirik. Gel bayrağı götürək. Ayda. Sakışırdı. Yaşa buradan alarıq. Hə, oradan alarıq bir dənə bayraq. Neyse gelirik. İndi gedək. Qəşəycə. Belki itlər var diye kameranı atmadık. Şimdi sakızın adı neydi? Mentos, yani reklam diye bu arada. Mentos'un atam Dubai'den balaca sakızı almıştı bizi için. Koymuşam cibimə, kıtır kıtır elinir. Dayanmır. İt yani gələ bilər onun səsinin üstümüzə. Hə, bir de ki burada lavabo var. Üstünü örtmüşəm çünkü itlər lavabodan renkli bir de ki lavabonu xoşlamırlar. Ne bilirsən? Hə? Sen Eşitmişəm mən YouTube'da. Yani YouTube'da çıxan hər şey düz olmur, amma neyse. Görəsən müğənnilər orada kimlər olacaq? Əvvəl fələyə bax, fələyə kimlər gəlmişdi? Cahangirlə Gülnarə. Gülnar. Cahangirlə Gülnar oradaydı. Dostlar biz arkada geri gelmiştik ya. Arkadaydık. Ama oradadır. Hə? Tamam gedib bak falan deyəcək. Bilirsən? Hündə havlaq orada. Hə, məncə. Naziyə deyirəm ki, Naziyə sən getmə, bizimlə get. Orada nəfəs falan da olacaq. Oyda, həm nəfəsi görmək istəyirəm, həm də ki, oraya getmək istəyirəm. İndi qonaqlığa gediblər. Amma indi birazdan onlar da gələcəklər ora. Ay, danışaraq gezəndə yoruluram. Qabağa gedək. Uşaqlar biz artıq gəlmişik. Vətənimin igidi, qəhrəman övladı var. Poladı mübarizi, fərdi əl yar var. Poladı mübarizi, fərdi əl yar var. Hər zaman Qarabağ, danışan dil dadağı. Parçaman Qarabağ, Qarabağ can Qarabağ, ana yurdum. Anadır arzulara. Danışan dil dodağı, parçaman Qarabağ, Qarabağ can Qarabağ, ana yurdum. Qarabağ can Qarabağ, ana yurdum. Qarabağ, Qarabağ. Gözün aydın Qarabağ, gözün aydın Azərbaycan. Teyyar bayramı. Çok sağ olun. Sensiz yaşayabilmem. Ey sevgili canan, saf sevgi hayran.
olsun. Hər birinizi salamlayırıq. Dünənləri konsert edilmişdik. Uşaqlar ev hali, saçımız başımız dağılmışdı. Hem de biz sana gedirik. Hava hazırlaşırıq. Toya hazırlaşırıq dostlar. 3 dənə nəyimiz olacaq ana? Xonsaydı hə? Hə, xonsamız olacaq. Bu balaca bəyimizin. Balaca beyimiz var. Onun için konça tutur. Biz şimdi onun ney. Burada da Yusif nəyə baxır? Qarabağdan neftçilərin futboluna baxır. Size hasıl tutacak şava. Mən də Qarabağ. Qarabağ. Sen de bayağıda hiç bildirdin indi. İndi Dərnazı. Bu güllü, yəni normalda fərqləyəm amma ən çox bu uyur, hə? Balaca bəyimizə. Bu şünyatı yığaq. Hə, gəl buna şirniyyat yığaq. Buna konfeti yığaq. İndi atamla anam gedirlər çoxlu bol konfet almağa. Aynı bir də çəkil. Burada isə burada nə olacaq? Hə, paltarlar. Patronlar onda olsun. Şirniyat buna olsun. Şirniyyat, konfetlər buna olsun, qoğallar falan da buna olsun. Çünki uyumlu olardı. Burada da paltarlar. Aha, indi Mənim də dərslərim var. Uşaqlar sabah üçün geyinməyə mənim də paltarlarım olsa. nasıl da olur temizlik işler görür ne sen. Torran düzümüz. Aha, ne problem dedim. Mən gözümə dizişlər almışam. Anam zövqüylə gözümdə kameranı silib gəlirəm. Gəldim. Hə. Daha doğrusu mən seçməmişəm dizişləri anamın zövqü ilə. Aynı gedim paltarlarımı göstərim yoxsa sabah göstərim. Evet, ama gösterir. Hə. Aha, indi patronlar falan hazırlayıp gidiyoruz. Gəldim dostlar. Buranın üstü dağınıqdır çünki niyə? Baxın. Nə var? Balaca bəyimiz üçün. Nasıl elime? Hər şeyi hazırlayırıq deyə. Naz da burada Çok kaçtı. şokka işindədir. Konti doktoru. Oydo. Gel uşağın paltarlarını ayrı konti yığaq. Hay aldıqlarımızı da açısına yığaq. Hə? Onu laf elə belə sadə bir şeyə yığaq. Hə, məncə də. Baxın. Dişlər. Tükürür gelmişsin. Hazırlanmayın. Yusuf bu dəqiqə, ən yaxşısı bu dəqiqə Yusufdur. Yusuf ediyor hə? Keçən dəfə Azərbaycanla kiminsə uşaqlar futbolu oldu. Kiminsə. Kim nə oldu? Nəysə 0-0 Şamaxı ilə Ne vakti oldu? hə, yaxşı da nəysə bir həftə, 2 həftə bundan qabaq Şamaxı ilə Qarabağın futbolu oldu. 0-0 gəldilər. Çünki deyə qapıçılar yaxşı idi bu qədər. Çocuklar yaşlıydı, oyuncular. Zeynep'in futboldan anlayışı. Şakam. Ağlardı yoxsa qaralar bizimkilər. Gel bakalım. Ha. Durumumuz devam ediyor. Bu arada konsert bundan qabaqki videomuza baxdınız. Anamla atam gəldi. Ben neyini yanacağım. Xontamızı hazırlayırıq. Aynen mən də bir natında yalvar. Sen bura bax da, bura. Sən bir də mən çəkməndə natında. Yaxşı, tamam. Salam bir daha şallah. Ay Allah. Hələlik tök bunun üstünə, hə? Hansını tökün? Açın atdı şöyle. Oha! Finish sağ. Uşaqlar şəkər şorqoğallarımızı da yığdıq. İndi bir iki dənə şirniyyat da qoyacaq Bir 5 6 ortasına. 7'sini doğradık. Şuna fırlattık. Kodun içine salmış bunlar. Sonra burada da bunu konfetlərimizi yığdıq. Çox qəşəng oldu.
uşaqlar. Sizinlə bu üç günü keçirdiyimizə görə, Üçüncü bence. Çünkü altıncı gün. Hə, 6-cı gündən bəri. üç günü keçirdiyimizə görə çox şadıq. Biz yorulduq. İndi də anadan hardan gəlmişik? Qonaqlıqdan gəlmişik. Yəni oynamışıq, eləmişik. Nəysə. Qolva da su dəyib, sağ olasan. Hə, qolva. Çəkim. Aha, heç nə olmaz. Sumay bir də ki Lalə. Leyla. Lalə. Lalə. Small Lale. Aha, Lalə və Smaya salam deyirik. Uşaqlar, kanalımıza çox abunə olub, çox bəyənib, çox yorum yazan çox yorum yazan uşaqların adını çəkəcəyik. Necə çəkəcəyik? Yazacaqsınız ki, bəyəndim, abunə oldum, paylaşdım deyəcəksiniz. Bir də adım yorumunuzu yazacaqsınız ki, hə, mən adımı çəkim bu yorumundan sonra biz sizin adınızı mütləq çəkəcəyik. Beləliklə uşaqlar, Kanalımıza abunə olmağı, like atmağı, yorum yazmağı unutmayın.